Salam dostlar, mən Babək Şobayev. Öncəki videoda Dataanalytika kursumuz haqqında ümumi məlumat vermişdik. Bu videoda isə SQL-i keçməzdən əvvəl SQL-in işlədiyi mühit olan database, yəni verilənlər bazası anlayışını başa düşəcəyik. Bəs database nədir? Əslində database məlumatların sistemli şəkildə saxlandığı bir yerdir. Daha sadə desək, biz gündəlik həyatda istifadə etdiyimiz bir çox məlumatlar məhz database-də saxlanılır. Məsələn, telefonumuzdakı kontaktlar, bank hesabımızla bağlı məlumatlar, sosial şəbəkələrdə gördüyümüz postlar və istifadəçi məlumatları. Göründüyü kimi, bu məlumatların hamısı böyük sistemlərdə database adlanan yerlərdə saxlanılır. İndi isə biraz daha irəli gedək və database-lərin növlərinə baxaq. Ümumiyyətlə, database əsasən iki yerə bölünür. Birinci növ relational database. Relational database-lərdə məlumatlar cədvəl formasında saxlanılır. Yəni sətirlər və sütunlardan ibarət olur. Sanki Excel faylı kimi təsəvvür edə bilərik. Məhz buna görə də bu tip database-lərlə işləmək daha sistemli və başa düşüləndir. Relational database-lərə misal olaraq isə Oracle, MySQL, SQL Server və PostgreSQL göstərmək olar. İndi isə keçək ikinci növə. Non-relational database, yəni NoSQL. Relational database-dən fərqli olaraq burada məlumatlar cədvəl formasında olmur. Başqa sözlə desək, bu tip database-lər daha çevik və böyükdür. Fərqli strukturda olan məlumatlarla işləmək üçün istifadə olunur. Məsələn, MongoDB, Redis və Cassandra kimi sistemlər NoSQL database-ə aiddir. Artıq database anlayışını başa düşdükdən sonra keçək SQL-ə. Bəs SQL nədir? SQL Structured Query Language, yəni strukturlaşdırılmış sorğu dili deməkdir və verilənlər bazası database ilə işləmək üçün istifadə olunan bir dildir. Yəni biz SQL vasitəsilə database-ə deyirik ki, mənə məlumatı göstər, yeni məlumat əlavə et, məlumatı dəyiş və ya sil. İndi isə SQL-in nə işə yaradığını daha aydın görmək üçün onun əsas əməliyyatlarına baxaq. SQL ümumilikdə 4 əsas hissəyə bölünür. Birinci olaraq DQL, Data Query Language. Bu hissə əsasən məlumatları oxumaq üçün istifadə olunur və burada ən vacib əməliyyat select komandasıdır. İkinci olaraq DML, Data Manipulation Language. Bu hissə isə məlumatlarla işləmək, yəni əlavə etmək, dəyişmək və silmək üçün istifadə olunur. Insert, Update və Delete. Üçüncü olaraq DDL, Data Definition Language. Bu isə database-in strukturunu yaratmaq və dəyişmək üçündür. Create, Alter və Drop. Və son olaraq DGL, Data Control Language. Bu isə icazələr və hüquqlarla bağlıdır. Grant və Revoke. Beləliklə bu videoda database anlayışı və SQL-in əsas strukturu ilə tanış olduq. Nəticə olaraq demək olar ki, SQL data analitika sayəsində ən vacib bacarıqlardan biridir və bu gün demək olar ki, bütün şirkətlərdə məlumatlarla işləmək üçün istifadə olunur. Növbəti videoda isə Oracle SQL Developer mühitində ilk SQL sorğularımızı yazacaq və artıq nəzəriyyədən praktikaya keçəcəyik. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərsdə görüşənədək.